Salam, hər vaxtınız xeyir olsun. Əziz müəllimlər və müəllim olmağa hazırlaşan nikcilər. Bugün mən sizə Time 2024 vəsaitindən tənqidi və yaradıcı təfəkkür haqqında danışmaq istəyirəm. Gəlin əvvəlcə keçək tənqidi təfəkkürə. Nədir tənqidi təfəkkür? Biz demişdik ki, təfəkkür insanın idrak fəaliyyətidir. İnsan informasiyanı qəbul edərkən, ötürərkən, ümumiləşdirərkən, nəticə çıxardarkən, ümumiyyətlə informasiya ilə iş görərkən təfəkkürümüz nə edir? İşə düşür. Və biz məntiqi təfəkkür haqqında keçən dərs danışdıq. Bugün isə tənqidi təfəkkür haqqında danışacağıq. Tənqidi təfəkkür, biz adətən tənqid sözünü görəndə elə başa düşürük ki, nəyinsə çatışmayan tərəfini aşkarlamaq, nəyinsə ancaq negativlərini üzə çıxartmaq, kimsə tənqid eləmək. Xeyr, bu belə bir şey deyil. Tənqidi təfəkkür hadisəyə, prosesə, məsələyə, hər hansı qarşıya çıxan problemə obyektiv yanaşa bilməkdir. Yəni, təhlil etmək, obyektiv yanaşa bilmək və nəticə çıxartmaqdır. Tənqidi təfəkkür, yəni ki, hər hansı şəxsə, hər hansı əsərə, hər hansı kitaba obyektiv yanaşmaq, yaxşı tərəflərini və çatışmayan tərəflərini üzə çıxartmaq, nəticəyə gələ bilmək bacarığıdır. Əgər insanın tənqidi düşünmə bacarığı, tənqidi təfəkkürü yüksək inkişaf eləyirsə, o insan istənilən vəziyyətdən, istənilən problemdən, istənilən həyatda qarşısına çıxdığı çətinlikdən rasional düşünərək, yəni dəqiqliklə, ağlı ilə düşünərək nə edəcək? Vəziyyətdən çıxa biləcək. Tənqidi düşünmə həyatı bacarıqdır və 21-ci əsr insanına ən çox lazım olan, fərqi yoxdur, istənilən əsr insanına mən düşünürəm ki, tənqidi təfəkkür lazımdır. Tənqidi təfəkkürü şagirdlərdə biz nə etməliyik? Şagirdlərdə formalaşdırmalıyıq. Məsələn, hər kəsin düşüncəsi fərqlidir. Hər kəsin tənqidi yanaşması fərqlidir. Məsələn, ola bilər ki, bir problemin həllinin 4-5 dənə yolu var. Onun ən səmərəlisini mən seçirəmsə, bu mənim tənqidi düşüncəmdir, tənqidi təfəkkürümdür. Amma başqa birisi onun tamam başqa bir həll yolunu seçirsə, onun düşüncəsi, onun təfəkkürüdür. Əsas odur ki, orada biz niyə onu seçdiyimizi əsaslandıra bilək. Ümumiyyətlə, fikri əsaslandıra bilmək bacarığı mən deyərdim ki, tənqidi təfəkkürün ən önəmli məsələsidir. Argumentlə gətirmək, fikri əsaslandıra bilmək bacarığı mütləqdir ki, nə olsun? Olsun. Yəni, burada əsas məsələ dəlillərlə və faktlarla fikri əsaslandırmaq lazımdır. Obyektiv olmaq tənqidi təfəkkürün ən mühüm hissəsidir. Yəni, qərar qəbul edərkən, bir problem həll edərkən biz emosiyalarımızı tamam kənara qoymalıyıq, qərəzli yanaşmalarımızı tamam kənara qoymalıyıq, nə etməliyik? Məsələyə obyektiv yanaşmağı bacarmalıyıq. Yəni ki, mənim filan kəslə münasibətim yaxşı deyil, qoy mən ona bu cür fikir bildirim. Əgər şəxsi münasibətləri qoyuruqsa ortalığa, bu insanın tənqidi düşüncəsi düzgün ola bilməz. Ümumiyyətlə, gəlin görək, tənqidi təfəkkürə məxsus olan insan hansı bacarıqları olur? Tənqidi təfəkkürü olan insanın əsas bacarıqlarını burada biz sayacağıq. Problemi düzgün müəyyənləşdirməyi bilir. Problemin yaranma səbəbini bilir. Məlumatları və nəticələri emal edə bilir, qruplaşdırır. Eyni zamanda problemi sistemli şəkildə həll edə bilir. Həll yollarının ən düzgününü, ən səmərəlisini seçə bilir. Problemin həll yolunu daha da yaxşılaşdırmağa çalışır. Əsaslandırılma zamanı uyğunsuzluqları və yanlış anlaşılmaları aradan götürə bilir. Ən əsas məsələ, əsaslandıran zaman fikrini mütləq faktlara, dəlillərə əsaslanır. Eyni zamanda tənqidi təfəkkürü olan insan kifayət qədər faktı, kifayət qədər argumenti olmayanda ümumiyyətlə o müzakirəyə qoşulmur. Tənqidi təfəkkür odur ki, mənim əgər argumentim varsa, mənim faktım varsa, mən o müzakirəyə qoşuluram. Bir işi görməmişdən əvvəl ümumi o işin mümkün nəticələrini bilir ki, mən bu işi görərəmsə, sonda məni hansı nəticə gözləyir və yaxud da mən bu işi görmərəmsə, nəticə olaraq nə olacaq? Yəni, bu insanlar tənqidi düşünürlər. Müstəqil öyrənə bilirlər, ən azından müstəqil öyrənməyə maraqlı olurlar. Sonra, belə deyək, tənqidi təfəkkürü olan insan fikirlə fakt arasında seçim eləməyi bacarır. Yəni, hansı fikrin etibarlı olub-olmadığını ortaya çıxarda bilir və s. Müxtəlif baxışları təhrif etmədən, süni şəkildə şişirmədən və yaxud da ələ salmadan təqdim edə bilir. Özünün də yanlış ola biləcəyini düşünür. Bəli, tənqid təfəkkürlü insan bilir ki, mən həmişə haqlı ola bilmərəm.
Əgər bir insan düşünürsə ki, mən heç vaxt mənim səhvim ola bilməz, mən istənilən fikri yürüdəndə, istənilən problemin həllində həmişə düz olmuşam, deməli o insanın tənqid təfəkkürü zəif inkişaf edir. Çünki tənqid təfəkkürü güclü olan insan heç vaxt mən səhv edə bilmərəm demir. O həmişə özünə də tənqidi yanaşmağı bacarır. Yəni başa düşür ki, mən də səhv ola bilərəm. Tənqidi təfəkkürü insanlarda formalaşdırmaq üçün, şagirdlərdə formalaşdırmaq üçün nə edə bilərik? 4M1KH Kipling modelindən istifadə edə bilərik. Biz iş üsullarında 4M1KH-ı daha geniş keçəcəyik. Ona görə çox dərinə getmirəm. Bir dənə onu deyim ki, 4M1KH suallar texnikasıdır. 4 dənə N hərfi ilə niyə, nə üçün və necə sualları eyni zamanda kim və harada suallarla istifadə edərək şagirdlərdə nə edə bilərik? Tənqidi təfəkkürü formalaşdıra bilərik. Bundan əlavə, tənqid təfəkkürü formalaşdırmaq üçün biz şagirdlərin intellektual bacarığını da artırmalıyıq. Məsələn, qərar verəndə, informasiya axtaranda rasional düşünməyi bacarsın. Həmişə bir məsələni həll edəndə sistemli şəkildə həll etməyi bacarsın. Bunun üçün də şagirdlərdə bir neçə, məsəl üçün, bacarıqlar formalaşdırmaq lazımdır ki, bu bacarıqlar olmasa, onların tənqid təfəkkürü yaxşı inkişaf edə bilməz. Birinci bacarıq müşahidə etmə bacarığıdır. Ümumiyyətlə, müşahidə etmə bacarığı nədir? Müşahidə etmə bacarığı tənqid təfəkkürün ən vacib bacarığından biridir. İnsan bir şeyi müşahidə etməsə, o müşahidəsindən bir nəticə çıxartmasa, onun tənqid təfəkkürü ola bilməz. Ona görə də mütləqdir ki, müşahidə bacarığı olsun. Müşahidə etməyi bacaran insan yeni yarana biləcək problemi müəyyənləşdirməyi də bacarır. Belə şəxslər problemin harada, nə vaxt və nə səbəbə yarana biləcəyini müəyyənləşdirə bilirlər. Eyni zamanda onlar müşahidə zamanı təcrübəli olurlar və təcrübələrindən istifadə edə bilirlər. Ümumiyyətlə, müşahidə bacarığını inkişaf etdirmək üçün şagirdlərə nə etmək lazımdır? Qərar verərkən tələsməsinlər, nəticəyə gələrkən tələsməsinlər, daha çox informasiya toplamağa çalışsınlar, fəal dinləyici olmağı bacarsınlar. Bu zaman siz daha çox informasiyanız olarsa, tənqidi təfəkkürünüz daha yaxşı inkişaf edər düşüncəsində şagirdlərin nə etmək lazımdır? İkinci məsələ təhlil etmə bacarığı. Bəli, aydın məsələdir ki, insan tənqidi bir şeyə yanaşırsa, tənqidi təfəkkürü varsa, o insan mütləq təhlildən başlamalıdır. Təhlil edirik, analiz edirik bir şeyi, ondan sonra artıq analiz etdikdən sonra biz ona qiymət veririk və qiymət olanda artıq biz müəyyənləşdiririk ki, problemin nədir, problemin həll edici nüansları nədir. Bu zaman şagirdlərdə, baxın, təhlil etmə bacarığı formalaşdırmaq üçün onları yeni təcrübələrə yönləndirmək lazımdır. Əldə etdiyin informasiyadan kifayətlənmə, müxtəlif mənbələrə müraciət elə, aldığın informasiyaları bir-biri ilə müqayisə elə, informasiyalar arasında bir-birini təsdiqləyən və yaxud da ki, bir-birini təksib edən arqumentlər axtar və s. Əldə etdiyin informasiyadan çıxartdığın nəticələri təhlil elə və rasional, yəni düşünərək məntiqi olaraq dəqiq qərar verməyə bacar. Bu olacaq nə? Təhlil etmə bacarığı. Növbəti bacarıq nəticə çıxarma bacarığıdır. Ümumiyyətlə, İnsan bir işin nəticəsini bilirsə, onun tənqid təfəkkürü inkişaf eləmiş olur. Yəni, bu deməkdir ki, artıq bu insan bilir ki, getdiyi yolda nəticə nə olacaq. Bu bacarıq mütləq lazımdır. Niyə? İnsan bu bacarığı olmaq üçün ona mütləq müəyyən biliklər lazımdır. Çünki nəticə nə zaman çıxır? Əldə edilən informasiyanı təhlil edirəm və bir ümumiləşdirməyə gəlirəm, düzdürmü? Bir nəticəyə gəlirəm, bu zaman çıxır. Və şagirdlərdən nəticə çıxarmaq bacarığını formalaşdırmaq üçün həmişə biz onlara tələsməmək, qərar qəbul edərkən informasiyalar arasında əlaqələri başa düşmək, tələsməmək, hər hansı bir situasiyanı dəyərləndirmək üçün ipucuları toplamaq, faktlar toplamaq, təhlil etmək, təhlillər əsasında isə düzgün nəticəyə getmək yollarını öyrədirik. Digər bir bacarığımız ünsiyyət bacarığıdır. Bəli, ünsiyyət bacarığı ən önəmlidir. Tutaq ki, mənim tənqid təfəkkürüm var, amma mən tənqid təfəkkürümü, fikirlərimi çatdıra bilmirəm, müzakirə edə bilmirəm. Ümumiyyətlə, tənqid təfəkkür müzakirə zamanı daha çox inkişaf eləyir. Çünki sən fikirlərini deyirsən, qarşı tərəf fikirlərini deyirsən, faktlar deyirsən, qarşı tərəf faktlar deyirsən, dəlillər, o sübutlar və belə-belə tənqid təfəkkür daha da dərinləşir.
mütləqdir ki, ünsiyyət bacarığı inkişaf eləsin. Əlbəttə ki, ünsiyyət bacarığını inkişaf elətdirmək üçün biz şagirdlərə komanda halında çalışa biləcəkləri, münasibət qarşılığında çalışa biləcəkləri tapşırıqlar veririk. Məsəl üçün, diskussiyalar, müzakirələr, debatlar, dilemmalar və s. Bu müzakirələr zamanı şagird həm fəal dinləyici olur, həm qarşı tərəfin fikirlərinə hörmət etməyi bacarır, eyni zamanda öz fikirlərini ifadə etməyi bacarır. Beləliklə də şagirdlərdə qarşılıqlı, mədəni danışıq, qarşılıqlı deməli, hörmət nümayiş olunur və bu da ünsiyyət bacarıqlarını inkişaf elətdirir. Və bir də ki, problem həll etmə bacarığıdır ki, bəli, mütləq hər hansı bir problemi həll etmək üçün tənqid təfəkkür mütləqdir. Tənqid təfəkkür zamanı biz problemi təhlil edirik, problemin nədən ibarət olduğunu müəyyənləşdiririk. Ondan sonra isə müəyyənləşdirdiyimiz problemin ən rahat həll yolunu tapmağa çalışırıq. Bunun üçün mütləqdir ki, problem həll etmə zamanı tənqid təfəkkür ön planda olsun və düzgün və səmərəli yolla problem həll etmək lazımdır. Bunun üçün də şagirdlərə yenə də problemi həll etmək üçün müxtəlif informasiyalara müraciət etmək, həmçinin problemin həll yollarını, indiyənə qədər hansı həll yolları olub, hamısını araşdırmaq, aldığın informasiyalar arasında əlaqələndirməni tapmaq, əsaslandırmağı tapmaq və eyni zamanda problemin həll etmə bacarığını yüksəltmək üçün problemi həll edərkən bizə ən çox nə lazımdır? Məsəl üçün, qısa bir vaxtda mı həll etməliyəm bu problemi? Yoxsa bu problemi ən maraqlı yolla mı həll etməliyəm? Yoxsa bu problemi, belə deyək ki, ən son həll edilən yolla mı həll etməliyəm kimi bir seçimlər etməliyik. Bu da olur nə? Problem həll etmə bacarığı. Ümumiyyətlə, tənqidi düşünən insanda bayaq dedik ki, Kipling modelindən istifadə etmək lazımdır ki, onun tənqid təfəkkürü inkişaf eləsin. Kim, nə, harada, nə vaxt, niyə və necə suallarından istifadə edərək Kipling modelindən istifadə etmək olar. Sokrat dialoqundan istifadə etmək olar. Sokrat dialoqu müzakirə iş üsuludur. Bu da iş üsuludur. Sokrat dialoqunda şagirdə sual veririk və şagirdin verdiyi cavabdan növbəti sual veririk. Adətən Sokrat dialoqunu başladan tərəf müəllim, davam edən tərəf isə şagird olur. Biz şagirdlərə də sual vermək bacarığı, cavab vermək bacarığı və Sokrat dialoqunu necə keçirmək lazımdır, bunun yollarını öyrədirik. Bu da şagirdlərdə tənqid təfəkkür inkişaf elətdirə bilir. Sonra burada var hansı yollardan istifadə eləmək. Gəlin müzakirə edək. Məsələn, hər hansı bir problemləri ortalığa qoya bilərik ki, şagirdlər bu problemləri müzakirə etsinlər. Bu zaman onların deməli, bu müzakirələrin həlli zamanı ortaya çıxan fikirləri və onların cavablar arasında olan seçimlər tənqid təfəkkürünü inkişaf elətdirə bilər. Məsələn, deyir ki, Aydanın dostu yaxınlaşan imtahan üçün çox narahatdır. Aydan isə artıq bu imtahanı verib və suallar haqqında məlumatlıdır. Aydan neynəməlidir? A variantına deyir ki, cavabları dostuna verməlidir. B variantına deyir ki, xeyr, dostunu öz biliyindən istifadə edərək imtahana hazırlamalıdır. C variantına deyir, heç qarışmamalıdır. Və yaxud da ki, deyir, bir bankda oğurluq şahidi olmuşsunuz. Oğru o pulları aparıb kimsəsizlər evinə verib və yaxud da qocalar evinə verib və siz bunu görürsünüz. Nə edərsiniz? İki variant var. O şəxs barədə polisə məlumat verərsiniz, amma əsaslandırmaq lazımdır bu fikirləri. Yoxsa heç bir şey etməzsiniz, çünki o xeyirxah əməl edir. Burada şagird variantı seçməklə bərabər niyə onu seçdiyini də deməlidir. Həm birinci situasiyada, həm ikinci situasiyada ki, niyə mən bunu seçirəm? Əsaslandırma mütləqdir tənqidi təfəkkürdə. Sonra gəldik, fakt yoxsa fikir. Şagirdlərə fikirlər və faktlar təqdim edirik. Şagirdlər isə nə edirlər? Fikirləri və faktları seçə bilirlərsə və o zaman onlar öz mövqelərini də o fikirlərə və faktlara bildirə bilirlərsə, bu zaman şagirdlərdə nə edir? Tənqid təfəkkür inkişaf edir. Faktı fikirdən ümumiyyətlə seçə bilmə bacarığı tənqid təfəkkürün ən önəmli məsələsidir. Burada bir neçə bizə nümunə verir ki, bu nümunələrdən istifadə edərək biz şagirdlərdən nə edə bilərik? Tənqid təfəkkürü inkişaf edə bilərik. Sonra qaydalar var. Qayda və qanunlar nə üçün lazımdır? Biz şagirdlərə birinci qayda və qanunların mahiyyətini izah edirik ki, qayda və qanunlar insanlara həyatda yol göstərmək, istiqamət göstərmək, çətin vəziyyətdə necə qərar vermək bacarığını bizə öyrədir. Bunu çatdırırıq. Ondan sonra deyirik ki, dünyada hər kəsin dünyada riayət etməli olduğu 3 qaydanı deyin və nə üçün? Dünyada hər kəsin riayət etməli olduğu 3 qaydanı deyin və nə üçün? Burada söhbət beynəlxalq qaydalardan gedir ki, hansı ki, elə qaydalar var ki, nədir? Bu, hər kəs üçün. Məsələn, uşağın biri deyir ki, məsələn, dünyada hər kəsin riayət eləməli olduğu qayda uşaqlara fiziki və yaxud da psixoloji təzyiq olmamalıdır. Və nə üçün?
Üç qayda seçir. Bu da şagirdlərə tənqid təfəkkürü. Sonra seçim etmək. Ümumiyyətlə şagirdlərin həmişə seçim və ehtiyacları arasında düşünə bilmə bacarığı varsa, bu zaman şagirdlərdə tənqid təfəkkür inkişaf edir. Məsələn, uşaqlara müəllim belə bir sual ünvanlayır ki, mobil telefondan istifadə bizim istəyimizdir, yoxsa ehtiyacımızdır? Şagird seçim eləməlidir. Mobil telefona ehtiyacım var, çünki 3 dənə dəlil gətirməlidir. Mobil telefon mənim istəyimdir, yəni onsuz da olar, çünki. Və yaxud da absurd suallar veririk. Nə baş verərdi? Məsəl üçün, əgər dünyanın heç bir yerində kompüter, tablet, telefonlar olmasaydı nə baş verərdi? Əgər bütün heyvanlar öz dillərində danışa bilsəydilər, nə baş verərdi? Əgər ən yaxın dostumuz super gücə malik olsaydı, nə baş verərdi? Dünyanın heç birində elektrik olmasaydı, nə baş verərdi? Günəş çıxmasaydı, nə baş verərdi? İnsanın ideal yaddaşı olsaydı, bütün insanlar nə baş verərdi? İnsanların ortalama ömrü 40 il olsaydı, nə baş verərdi? Dünyanın uşaqlar idarə etsəydi, nə baş verərdi? Bu cür absurd suallar verməklə nə edirik? Tənqid təfəkkürü inkişaf etdiririk. Sonra müharibələr nədir? Niyə insanlar müharibə edir? Bu cür suallar verməklə də şagirdlərdə nə edə bilərik? Tənqid təfəkkürü inkişaf etdirə bilərik. Bir də yad planetli turu var. Bu bir rollu oyundur sanki, bu yad planetli turu. Məsələn, sinifdə şagirdlərin birinin yad planeti seçirik, ssenari qururuq. Güya uşağın biri yad planetdən gəlibdir və yer kürəsini görürsünüz, bu şagirddir, bu da yad planetlidir. Və yer kürəsini ziyarət edən yad planetli görür ki, məsələn, yer kürəsi haqqında çox məlumatsızdır. Başlayır suallar verməyə. Yad planetli dönür şagirdə tərəf və soruşur. Biz bunu bir səhnəcik kimi qururuq o məktəbdə. Soruşur ki, insanlar bəzən müharibə haqqında soruşur ki, müharibələr nədir, niyə insanlar müharibə edirlər? İnsanlar bəzən müharibəni konflikt həll etməyin yeganə həll yolu kimi görürlər. Nə üçün? Müharibədə kim qalib gəlməlidir, kim məğlub olmalıdır, müharibələr gələcək nəslə nə ötürür kimi ssenari hazırlamaq olar. Burada təkcə müharibədən yox, müxtəlif məsələlərdən. İndi kitabda bizə müharibəni verib. Məsələn, tutaq ki, yad planetli gəlib bizim planetimizə və burada baş verən hansısa bir qlobal məsələ ilə bağlı məlumatsızdır. Məsələn, atmosferin çirklənməsi, nə bilim, dənizin tullantılarla çirklənməsi və s. Bununla bağlı şagirdə suallar verir və bu zaman şagird o sualı nə etməlidir? Cavablandırmalıdır. Bu da tənqid təfəkkürün inkişafına müsbət təsir göstərir. İndi isə keçirik yaradıcı təfəkkürə. Nədir yaradıcı təfəkkür? Adından bəllidir. Kreativ. Düzdürmü? Kreativ təfəkkür. Yaradıcı təfəkkür nədir? Yəni kreativ təfəkkür. İnsanların əşyalara, hadisələrə fərqli nöqteyi nəzərdən baxması. Yaradıcı təfəkkür təfəkkürün ən üst səviyyəsidir. Yaradıcı təfəkkür olan insanda artıq məntiqi təfəkkür də var, tənqid təfəkkür də var, artıq yaradıcı təfəkkür var. Yaradıcı təfəkkür də biz demişdik ki, səriştələrin içərisində, təfəkkürlə bağlı səriştələrin içərisində lazım olan düşüncə tərzidir. Ümumiyyətlə hadisələrə, əşyalara, problemin həllinə müxtəlif nöqteyi nəzərdən baxmaq, ən çox da yeni nöqteyi nəzərdən baxmaq və çərçivədən kənar baxmaq. Yaradıcı təfəkkür həm istedadla bağlıdır, həm də düşüncə ilə bağlıdır. İstedadla da bağlı yaradıcı təfəkkürü var, düşüncə ilə də bağlı yaradıcı təfəkkürü var. Məsələn, şagird istedadlıdırsa, çox gözəl rəsm çəkmək qabiliyyəti varsa, o öz xəyalında hansısa bir rəsmi təsəvvür edib çəkir və yaxud da bu da yaradıcı təfəkkürdür. Bu istedadla olan yaradıcı təfəkkürdür. Bir də var düşüncə ilə olan yaradıcı təfəkkür. Məsələn, problemin həllinə heç kimin demədiyi bir həll yolu demək. Hər hansı bir layihənin həlli yollarını ortalığa qoymaq, məsələn. Bunlar artıq düşüncə ilə bağlı yaradıcı nədir? Təfəkkür. Bəzən biz yaradıcı təfəkkür deyəndə elə başa düşürük ki, yaradıcı təfəkkür yalnız və yalnız istedadlı insanlarda olur. Xeyr. Yaradıcı təfəkkür yalnız istedadlı insanlarda olmur. Yaradıcı təfəkkür istənilən şagirddə ola bilər. Ümumiyyətlə, yaradıcı təfəkkürü inkişaf etdirmək üçün müəllimlər bəzi fəaliyyətləri nə etməlidirlər? Tez-tez verməlidirlər. Və bu fəaliyyət, biz Bloom taksonomiyasının, idrak taksonomiyasında da yaradıcı düşüncə haqqında danışmışdıq. Yaradıcı düşüncə heç də anadan gəlmə bir düşüncə deyil. İstedad doğrudur. İstedad fitri istedaddır. Bu anadan gəlmə insana verilən istedaddır. Bu başqa bir şeydir. Amma yaradıcı təfəkkürü sonradan da insanlarda formalaşdırmaq olar. Necə?
Yaradıcı düşüncəni necə formalaşdırırıq? Əlaqələrin yaradılması. Məsələn, insan deyir, yaradıcı düşünəndə müxtəlif ideyalar arasında əlaqələr yarada bilər. Məsələn, təyyarəçi Robert Plat hamının tanıdığı təkərlə çamadan arasında əlaqə yaradaraq təkərli çamadan düzəltmişdi. Bu nədir? Bu əlaqə yaradılmasıdır, düzdürmü? Və yaxud da analogiyanın tapılması. Deyir ki, təyyarə quşa nisbətdə yaradılıb. Düzdürmü? Yaradıcı təfəkkürdür, amma oxşarlıqdan yaradılan bir şeydir. Bunlar əlaqələr yaradaraq neynir? Müxtəlif insanlar yaradıcı yanaşmalar ortaya çıxarda bilər. Sonra sual vermək. Ümumiyyətlə deyir, yaradıcı düşünən insanlar adətən belə bir sual verirlər ki, hər hansı bir problemin həlli zamanı başqalarının həll etdiyi yollara müraciət etmək istəmirlər. Və belə bir sual verir. Yaradıcı düşünən insan həmişə belə bir sual verir. Mən nə üçün bu məsələni başqalarının həll etdiyi kimi etməliyəm? Axı mən bu məsələni başqa cür həll edə bilərəm. Problemin başqa həll yolları mütləq ki var kimi düşünür və problemin başqa həll yollarını ortalığa çıxartmağa çalışır. Bu cür suallar vermək, bacarığı formalaşdırmaq şagirdləri düşünməyə yönəldir və onlar ətrafı olduğu kimi qəbul etmirlər. Həmişə fikirləşirlər ki, istənilən problemdə, istənilən hadisədə yeni alternativ həll yolu tapmaq mümkündür. Yəni onlar açıq düşüncə tərzinə malikdirlər və fikirləşirlər ki, həmişə alternativ yol tapmaq olar. Təcrübə aparmaq, bacarığı formalaşdırmaq lazımdır. Ümumiyyətlə, yaradıcı düşünən insan yenilikləri birinci sınaqdan keçirməlidir. Yəni, risk alaraq onu sınaqdan keçirmək lazımdır ki, yəni tədbir olaraq daha doğrusu, tədbiri risk alaraq. Tutaq ki, mən bir layihə işi üzərində şagirdlər araşdırma aparıblar, bir layihə çıxardıblar ortalığa. Mütləqdir ki, birinci onu sınaqdan keçirsinlər. Çünki o layihənin təqdimatı olacaq. Birinci sınaqdan keçirmək lazımdır ki, sonra onun təqdimatı zamanı hər hansı problemlər ortaya çıxa bilər. Sınaqdan keçirdəndə, məsələn, görsən ki, nədəsə bir çatışmamazlıq var, hardasa bir boşluq var. Onu aradan qaldırıb, yenidən o işin üzərində nə etmək lazımdır? İşləmək lazımdır. Yəni, deyir, təcrübə uğursuzluqları aradan qaldırmaq üçün, yenidən onun həll yolunu tapmaq üçün mütləq təcrübəyə nə var? Ehtiyac var. Müşahidə etmək bacarığı. Ümumiyyətlə, həm məntiqi düşünən insanda, həm tənqidi düşünən insanda, həm də yaradıcı düşünən insanda müşahidə etmək bacarığı olmalıdır. Çünki yaradıcı düşünən insan daim müşahidə edir və gördüklərini, eşitdiklərini, oxuduqlarını təhlil edir, nəticəyə çıxardır və hər hansı bir problemin həllinə fokuslanaraq bir şəxsin düşüncəsini dinləmək insanda heç vaxt yaradıcı fikir yarada bilməz. Bir neçə şəxsin düşüncəsini dinləyərək, özü də müxtəlif insanların fəaliyyətinə baxaraq nə edə bilər? Problemin səmərəli həll yolunu tapa bilər. Məsələn, mən tarix müəllimiyəm, tarixlə bağlı hər hansı bir yaradıcı bir fəaliyyət vermişəm şagirdlərə. Şagirdlər mütləqdir ki, onu tək mən verməmişəm. Yəni, bu layihəni mütləqdir ki, başqa bir müəllim də verib, başqa bir məktəbdə həyata keçirdib. Mütləq nə etmək lazımdır? Eyni işlə məşğul olan başqa insanların fəaliyyətini mütləq nə etmək lazımdır? İzləmək və onların təcrübələrini tanımaq və artıq ora öz əlavələrini, öz yaradıcı düşüncəsini nə etmək, əlavə etmək lazımdır. Aha. Bu da oldu nə? Yaradıcı düşüncəni şagirdlərdə formalaşdırmağın yolları. Ümumiyyətlə, yaradıcı sinifdə formalaşan uşaqlar, həmişə onlar, belə deyək də, yaradıcı sinifində formalaşan şagird həmişə yeniliyə açıq olur, öyrənməyə açıq olur. Bu cür şagirdlər inkişafa açıq düşüncə tərzində olur. Yəni, Karol Dweck'in düşüncə tərz nəzəriyyəsinə görə. Həmçinin onlar ənənəvi yanaşmadan həmişə uzaqlaşırlar. Yaradıcı siniflər həmişə məsələni əylənərək həll edirlər. Məsələyə daha kreativ yanaşırlar və bu şagirdlərin ən sevdiyi məsələdir ki, onlar, belə deyək də, daha əylənərək yanaşırlar hər şeyə və s. Eyni zamanda şagirdlər, belə deyək də, biz həmişə şagirdlərə çalışmalıyıq ki, yaradıcı olmaq, yaradıcı fikirlər söyləməyə sövq etmək. Məsələn, tutaq ki, hər hansı bir problem qoymuşuq ortaya, uşaqlar həll yollarını deyir. Biz tez-tez demək, daha başqa həll ola bilər, həll yolu nə ola bilər? Sizcə daha başqa, daha nə həll yolları ola bilər deyərək şagirdləri yaradıcı düşüncəyə nə etmək lazımdır? Sövq eləmək lazımdır. Eyni zamanda müəllimin verdiyi rəy də şagirdləri yaradıcı düşüncəyə yönləndirə bilər. Ümumiyyətlə, müəllim şagirdlərin kreativ düşüncəsini inkişaf etdirən əks əlaqə qurmalıdır, rəy verməlidir.
Şagirdlərin yaradıcı şəkildə ifadə etmək üçün emosional düşüncələri də yerində olmalıdır. Ümumiyyətlə, yaradıcı düşüncə baxmayaraq ki, yuxarı təfəkkür səviyyəsidir, bunu lap aşağı siniflərdə artıq şagirdlərdən nə etmək lazımdır? Formalaşdırmaq lazımdır ki, şagirdlər zamanla bütün məsələlərə çərçivədən kənar baxmağa, fərqli yanaşmağı bacarsınlar və özünə inam artsın, artıq aşağı siniflərdəki, artıq onlar böyüdükcə onların belə deyək, yaradıcı düşüncəsi daha da genişlənsin. Ümumiyyətlə, yaradıcı şagirdlərdə həmişə təsəvvürlərinə gətirmək, hipotetik düşüncə yüksək olur. Onlar bir şeyləri təsəvvürlərinə gətirərək onun həll yollarını edirlər, fikirləşirlər. Yaradıcı düşüncəni şagirdlərdə formalaşdırmaq üçün nə etmək lazımdır? Yenə də müxtəlif iş üsullarına müraciət etmək olar. Məsələn, beyin həmləsi birbaşa yaradıcı düşüncəni inkişaf elətdirir. Beyin həmləsi nədir? Biz bir problem qoyuruq, şagirdlər o problemlərin həll yolunu deyirlər. Bütün həll yolu mümkün həll yolu kimi qəbul olunur. Heç kimin həll yolu mühakimə olunmur və bütün həll yolu mümkün həll yolu kimi qeyd olunur. Bu şagirdlərdə nə edir? Bu texnikadan istifadə şagirdlərdə yaradıcı düşüncəni formalaşdırır. Sonra 4N1 KH üsulu. Bunu biz tənqidi düşüncədə demişdik. Bəli, bu yaradıcıda da var. Çünki 4N1 KH üsulunu biz təlim strategiyalarını keçəndə daha geniş keçirik. Orada bunu layihədə tətbiq eləmək daha məqsədə uyğun olduğu bizə deyilir. Yəni biz 4N1 KH üsulunu daha çox layihələrin yazılmasında, problemlərin həllində suallar texnikasıdır. Bu suallar verərək tapırıq və bu üsul da şagirdlərdə yaradıcı düşüncəni inkişaf elətdirir. Sonra analogiyanın tapılması məsələsi. Bayaq dedik ki, analogiya nədir? Məsələn, quşa baxaraq təyyarənin yaradılması, yarasanın gözündəki funksiya, məsələn, yarasalar gecə görmürlər, amma onlar müəyyən sürətlə uçurlar və maneəni bir neçə metr öncədən hiss edirlər və bu funksiyadan nə yaranıb? Radarlar yaranıb. Analogiyanın tapılması da şagirdlərdə yaradıcı düşüncəni inkişaf etdirə bilər. Sonra əşyalardan qeyri-adi istifadə, bu da iş üsuludur. Hər hansı bir əşyadan qeyri-adi istifadə, məsələn, tutaq ki, sinifə əşyalar gətirilir və müəllim şagirdlərə deyir ki, bu əşyalardan nə cür istifadə etmək olar? Bunu tapan şagirdlərdə də nə baş verir? Yaradıcı düşüncə baş verir. Bir də yaradıcı düşüncənin formalaşdıran ən əsas məsələlərdən biri də problem həll etmə bacarığıdır.